23 yaşlı bir gənc oğlanın dişini çəkəcəyik. Ağıl dişidir. Bunun ağrısından yatmamışam diye bu dişin. Büyük çürüntü var burada. Bunlar da mualicə olunmalı, doğrudur. Bu da mualicə olunmalıdır, bu da. Bunlara qapaq olmalıdır. Amma bir dəqiqə bunun ağrısından qutaraq. Dişi çəkməyə başlayaq. Ha, çəkək. Yuxarı edirik başımızı. Diş belə əyri köklü dişdir. Bu sümüklər gəlib elə bir ki, bu köklərin arasında qalıb, ona görə ilişib çıxmaq istəmirdi. Bir baxaq. Belə halqa formada gəlib kökü tutduğu üçün çıxmaq istəmir. Bağlayırıq, bək sıxırıq. Ağrı oldu. Xeyr, çox sağ olun. Keçmiş Çox olsun. qorxurdum. Gəlməyə dəyər. Təbii ki. Bütün gecə deyirsiz videolara baxıb yatdınız. Dəyərli yoxsa 3 gündür. 3 gündür bizim videolara baxsınız ki, Tabii. dişim nə tər gedib çəkdirəcəm. Qorxurdum. Bu diş ağrıyır deyir də. Dərman kəsmirdi. Dərman kəsmirdi, amma qorxudan da gəlmirdi. Desəm əvvəldən Nə deyirsiniz? Sizin kimi videoya baxıb gecələr video baxanlara nə deyirsiniz? Çox gözlətməsin, gəlsinlər. Dəyər də gəlməyə. Təbii ki.